Uşaqlıq daxili bitişmələr nə zaman yaranır? Həmin toxuma olmayanda da aybaşı da olur. Bu problemdən necə özümüzü qoruyaq, varsa nə edək? Bugün qadın sağlamlığını həm ginekoloji, həm mamalıq nöqteyi nəzərindən ciddi şəkildə zədələyən, ona zərər vuran bir problemdən danışırıq ki, bu uşaqlıq daxili bitişmə və yaxud da aşırma sindromu dediyimiz bir vəziyyətdir. Uşaqlıq daxili bitişmə nədir? Uşaqlıq daxili bitişmələrdə endometriumda, uşaqlığın daxilində sanki bərk, fibroz bir toxuma yaranır və sanki uşaqlıq divarları biri-birinə yapışır. Bəzən buna yapışıqlıqlar da deyilir və yaxud da biz buna aşırma sindromu da deyirik. Uşaqlıq daxili bitişmələr nə zaman yaranır? Adətən biz buna rast gəlirik çoxsaylı abortlardan sonra, xüsusən də irəli həftələrdə edilmiş abortlardan sonra və uşaqlığın uzun müddətli xronik və yaxud da kəskin iltihabi infeksiyon xəstəliklərindən sonra, xüsusən də müalicə olunmayıb öz başına buraxılan hallarda. Çox nadir hallarda uşaqlıq daxili bitişmələrə uşaqlığın vərəmi kimi nadir rast gəldiyimiz bir xəstəlik və bəzən də tropik ölkələrdə bu rast gəlinir. Bizim ölkədə demək olar ki, belə bir hal olmayıb. Şistozoma adlanan parazit tərəfindən uşaqlıq daxilində o qurd yumurtalarının olması nəticəsində bitişmələr də yarana bilir. Amma dediyim kimi, bu daha sıx rast gəlinir tropik ölkələrdə. Bugün biz sıx rast gəlirik əsasən abortlardan sonra, cərrahi müdaxilələrdən sonra və uşaqlıq daxili infeksiyalardan sonra. Və uşaqlıq daxili bitişmə yarananda nə olur? Uşaqlıq daxilində bitişmə yarananda, endometrial yapışıqlıqlar yarananda normal endometrial toxuma bərk toxuma ilə əvəz olunur və endometrial toxumanın miqdarı azalır. Və bu da nəyə səbəb olur? Qadınların ən çox hiss etdiyi, şikayət etdiyi simptom mənim aybaşım tutaq ki, abortdan sonra azaldı və yaxud da tamamilə itdi. Çünki aybaşı nədir? Hər ay uşaqlıq daxilindən qoparaq ayrılan endometrial toxumadır. Həmin toxuma olmayanda da aybaşı da olmur. Yumurtalıqlar normal düzgün işləyir, amma endometrial toxuma olmadığına görə, fibroz toxuma ilə əvəz olunduğuna görə qadın aybaşı görə bilmir. Bu bizə ən çox şikayət edilən simptomdur ki, elə bu şikayətlə gəlirlər. İkincisi, bitişmələr sonsuzluq yaradır. Çünki normal mayalanmış ziqotun yapışması üçün, implantasiya etməsi üçün uşaqlıqda yer yoxdur. Hamısı bərk toxumadır. Xüsusən də bu bitişmələr dib nahiyəsində baş verərsə, uşaqlığın ən çox implantasiyanın getdiyi, qadının sonsuzluqdan əziyyət çəkmə riski daha da artmış olur. Aşırma sindromu bitişməsi olan qadınların bizə daha sıx şikayət etdiyi ikinci məsələ sonsuzluq məsələsidir. Hamilə qala bilməmə şikayətidir. Yox, əgər bitişmə ilə hamilə qalınarsa nə olar? Təbii ki, belə bir sual da sizdə yaranacaq. O zaman da bir sıra mamalıq fəsadlarına da bu bitişmələr səbəb ola bilir. Bunlar erkən həftələrdə düşüklər və yaxud da irəli həftələrdə düşüklərdir. Çünki uşaqlıq daxilində, boşluğunda yer azdır və dölün normal inkişafı üçün şərait yoxdur. Bu da düşüyə səbəb ola bilər. Döl-yanı mayının vaxtından öncə açılması, vaxtından öncə doğumlar, dölün qeyri-düzgün yerləşmələri, məsələn, normalda baş gəlişi ilə gəlməli idisə, çəpinə, köndələn yerləşmiş ola bilər və həmçinin bu səbəb ola bilər normal yerləşmiş plasentanın vaxtından əvvəl ayrılmasına. Bütün bunların kökündə uşaqlığın bitişmə səbəbindən deformasiyası, quruluşunun pozulması durur. Nadir hallarda uşaqlıq daxili bitişmə hematometra dediyimiz aybaşı qanının uşaqlıq içərisində toplanmasına da gətirib çıxara bilər. Bəzən bitişmə bütün servikal kanalın daxili dəliyini tamamilə qapıya bilər və qadın hər ay aybaşı görsə də o endometrial toxuma ayrılan qan elə uşaqlıq boşluğunda toplanıb hematometraya da nadir hallarda səbəb ola bilər. Və videonun sonunda bu problemdən necə özümüzü qoruyaq, varsa nə edək? Varsa, müalicə artıq biraz çətin məsələdir. Yüngül hallarda müalicə rahatdır. Amma orta və ağır dərəcəli bitişmələrdə müalicələr əksər hallarda effektsiz olur və yaxud da çox uzun vaxt aparır. Sual verəcəksiniz ki, kök hüceyrə, PRP və s. kimi üsullar, bunlar da bugün öz effektivliyini və təhlükəsizliyini tam olaraq sübuta
yetirməyib. Ona görə də ən doğrusu bu problemdən qorunmaqdır. Yəni nə edək ki, bitişmə yaranmasın. Bu problem bizdə olmasın. Ona görə birinci növbədə lazımsız abortlardan qorunacaqsınız. Özünüzə etibarlı bir hamiləlikdən qorunma vasitəsi seçəcəksiniz. Lazımsız uşaqlıq daxili cərrahi prosedurlara getməyəcəksiniz. Və üçüncü, hər hansı bir infeksiyanız varsa, o zaman onu vaxtında müalicə edəcəksiniz, öz başına buraxmayacaqsınız. Bu üç tədbir sizin uşaqlıq daxili bitişmə risklərinizi minimuma endirmiş olur. Və bir də hamilə qalmazdan öncə ümumiyyətlə elə yoxlanmağın faydası da budur ki, əgər bir bitişməniz varsa, onu vaxtında bilək və o bitişməni aradan qaldıraraq hamilə qalın. Və bitişmələri nə cür diaqnostika edirik? Bunlar bəzən ultrasəs müayinəsində görülür. Məsələn, bu fotoda bizim elə dəyərli radioloqumuz Sevinç xanım tərəfindən alınmış ultrasəs müayinə fotosudur. Açıq şəkildə uşaqlıq daxili bitişmənin olduğu görülür. Bəzən isə uşaqlıq daxili bitişmələr ultrasəs müayinəsində deyil, histeroskopiyada görülür. Ümumiyyətlə uşaqlıq daxili bitişmənin diaqnostikasının qızıl standartı histeroskopik müayinədir. Yəni uşaqlıq daxilinə kamera ilə girilib baxılması və bu üsulun üstünlüyü də nədir? Eyni zamanda bitişmələri aradan qaldırmaq da elə mümkündür prosedur vaxtı. Yəni daha sıx bu metoddan istifadə edirik. Amma qeyd etdiyim kimi bəzi bitişmələr aşkar şəkildə elə ultrasəs müayinəsində də görülə bilir. Bugünkü mövzumuz bu qədər. Yenə də bizə suallarınız olarsa ünvanlayın, kanalımıza abunə olmağı və suallarınızın cavabını dinləməyi də unutmayın.